Bana polis bak, hörmətli Azərbaycan prezidenti gəlib deyir ki, mən bölmənin rəisinin köməkçisiyəm. Sən deyir ki, sən deyir, Damaçoq deyir, öldürtdürürəm deyir. Möhtərəm prezident, möhtərəm prokuror, buna bax. Süysünün yoğunluğuna bax, gəlib avtobusda, baba, bunların yanında çöl çördü. Bax, buna bax, da mənə deyir, iş verənsən deyir. Mənə vəsiqə göstərir, deyir ki, mən rəisin deyir, rəis işləyirəm deyir. Rəisin köməkçisiyəm, buna bax. Ay, möhtərəm prezident, yəni bunu kimi. Nətər bunu kimi o qıraşlara volya veriblər, gəlib vətəndaşa burada təqqir edir. Pasajirlərin içində avtobus şoferiyəm. Çöl, bax özümü də Tanrı Qarabağ döyüşçülərindən. Buna bax, qaçır. Sən prokurorun qabağına, prezidentin qabağına çıxartmasan məndən. Nəysə, 102 bölməsi gəldi, bizi apardılar bölməyə. Yenə də mənə qorxu gəlir ki, səni öldürərəm, səni belə eləyəcəm, səni belə illətdirəcəm. Dedim ki, sən dizini yerə gətirərəm. Süsünün yoluna sən kimi mən müfyif yatanlardan deyəm, ay alçaq, qurumsaq. Sən kim volya veribdir? Bu polislərə yəni belə volya verilir ki, git hansısa vətəndaş təqqir elə, hansısa vətəndaşa polis knişkasını göstər, nə bilim.